Elnur Allahverdiyevə də top ötürmək olardı. Daha bir hücumumuz. Rauf Əliyev. Və bu epizodda hakimin hərəkəti təbii ki etirazla qarşılanır. Hakim bunu adi oyun epizodu kimi dəyərlənir. Təbii ki, indi həmin epizodda hakimdən penalti gözləmək də düzgün deyildi. Ancaq ilk növbədə təkrarı biz izləməliyik. Bəli, topu meydandan çıxartdı indi müdafiəçilərimiz. Əks hücumda İsrail futbolçuları bizi yaxalamaq istəyirdilər. Bəli, buna adi toqquşma kimi yanaşmaq olar mı, hörmətli tamaşaçılar? Artıq qərarı siz verin. Hakim bunu adi toqquşma kimi dəyərləndirdi. Hətta indi ətrafında əyləşən idman jurnalistləri, onlar da tərəddüd içindədirlər. Hamı bu epizodu penalti kimi qiymətləndirir. İsrail millisi isə küncdən zərbə yerinə yetirəcək. Natxo, Maksim Medvedev. Baxmayaraq ki, öz cinahında oynamır, ancaq əzimkar oyunu ilə seçilir. Çertaganov, o da müdafiəyə köməyə gəlib. Belə imkan vermək lazım deyil bu epizodda futbolçunun eləməsinə. Və top qapının yanından keçir. Gil Vermot.